Ulu Öndərin yubileyi ilə əlaqədar Lerik rayonuna gəlmişik. Bilirsiniz ki, Ulu Öndəri mən nə qədər canımdan çox istəmişəm. Bugün neçə gündür tədbirlərdəyik, sevə-sevə canımla çıxış edirəm. Yəni heç yorulmaq da bilmirəm. Əslində dünən gecəyəcən çıxış eləmişəm, bugün gəlmişəm. Axşam da Ulu Öndərin çox sevdiyi tamaşada Xurşudbanu Natəvan obrazı ilə inşallah Allahın izni ilə çataram tamaşaya. Tamaşaçıların qarşısında olacaq. Sabah səhər də yenə də tamaşadayım. Zirvələrin zirvəsisən. Sənin kimi tarixlərdə yaşayacaq yer əvəzi, göy əvəzi tanımıram. Mənim uca tariximdə zirvələrin əvəzisən. Tarix boyu ön cəbhədə, səngərdəsən. Hər il, hər ay, hər gün, hər dəm tarix boyu meydandasan. Millətimin ürəyində nəsil-nəsil göyərən ilk məhəbbətsən. Sən nağıla, əfsanəyə çevrilmiş bir həqiqətsən. Qəlbimizin içindəsən, dilimizin ucundasan. Dastandasan, layladasan, nəğmədəsən, şeirdəsən. Azərbaycan dünyasının hər yerində, hər yerdəsən. Prezidentin uca fəxri kürsüsündə əbədisən Dədə Heydər. Xalqım üçün əbədidir seçdiyin yol, qoyduğun yol Dədə Heydər. Bugün bizim getdiyimiz bu ulu yol, əbədi yol, həmin yolun davamıdır. Mayın 9'udur. Bugün dediğim gibi Lerik rayonundaydım gündüz. Saat 1'de orada çıkışım oldu. Akşam da tamaşama çattırdım. Tamaşaçılarım narahat etti ki bugün akşam gelip tamaşama çatabileceğim. Gelmişim Akademik Tiyatrındayım. Tamaşaçılarım gelir. İndi birazdan səhnəyə çıxacağım. Sabah günortada saat 12'de yine de Akademik Milli Dram Tiyatrının səhnəsində Xurşudbanu Natəvan tamaşası ilə fədakarlıq, bax, bu deməkdir. Sənəti sevmək, tamaşaçılara hörmət eləmək. Mən çalışacağım bir aktrisa kimi bu alqışlara, hər zaman bu sevgiyə layiq olun. Sizlərin qarşınızdayım, səhnənin məlikəsi.